taksi xidməti göstərilən nəqliyyat vasitəsində müştərilərin nağdsız ödəniş edə bilməsi üçün post terminal, video müşahidə kamerası, eləcə də tütün məmulatlarından istifadənin qadağan olması ilə bağlı məlumatların quraşdırılması və s. müəyyən edilən tələblər var. Məqsəd sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsidir. Bu məsələdə hazırda vəziyyət necədir? Baxaq. Taksi minik avtomobilləri ilə sərnişin daşıma sahəsində aparılan kompleks islahatlar çərçivəsində son 10-11 ay ərzində bir sıra mühüm tədbirlər həyata keçirilib. Xüsusilə taksi parkının mərhələli şəkildə yenilənməsi, ətraf mühitin mühafizəsinə töhfə verən elektrik və hibrid tipli nəqliyyat vasitələrinin xidmətə cəlb olunması təmin edilib. Eyni zamanda sərnişin daşıma xidmətinə nəzarətin gücləndirilməsi və xidmət keyfiyyətinin artırılması məqsədi ilə e-taksi alt sistemi istifadəyə verilib. Növbəti mərhələdə isə mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq taksi minik avtomobillərinin daxili tərtibatının qaydalara uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu çərçivədə hər bir taksi nəqliyyat vasitəsində ödənişlərin rəqəmsal şəkildə aparılmasını təmin edən post terminal, sürücü və daşıyıcı şirkət barədə məlumatlar, sürücünün fotoşəkli, video müşahidə kamerası, eləcə də tütün məmulatlarından istifadənin qadağan olunması ilə bağlı məlumatların quraşdırılması nəzərdə tutulur. Bugünkü günün tələbləri mən deyərdim ki, hal-hazırda taksi fəaliyyətini daha da rahatlaşdırır. İstər sərnişinlər üçün, istər sürücülər üçün. Çünki maşında artıq post terminallarımız mövcuddur, video registrator var. Həm çöldə müşahidə aparılır, həm daxildə müşahidə aparılır. Avtomobilimizdə siqaret çəkmə qadağandır lövhəsi. Video registrator mövcuddur və post terminal. Post terminal quraşdırmışıq. Siqaret çəkmək qadağandır lövhəsi var. Avto registrator quraşdırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir və artıq 1000-ə yaxın nəqliyyat vasitəsində sözügedən tələblərə cavab verən daxili tərtibatın təmin olunması həyata keçirilib. Bu istiqamətdə işlər davam etdirilir.